melek kartlarından mesajın var. Bu mesajı al, sonra get işinin gücünün dalınca. Gel baxaq. Hazırda hansı enerjidəsən? Birinci ona baxaq və hansı mesajı almalısan? Həyatına nə gəlir? Gəl buna baxaq. Hazırki enerjinə baxaq birinci. Hazırda özünlə təkbətək olduğun bir dövrdəsən. Ola bilsin, bəziləriniz belə hansısa bir qərar aşamasındasan, hansısa bir qərar vermək istəyirsən və kartlar sənə deyir ki, özünə güvən. Doğru yoldasan və bu yolun arxasınca get. Özünlə tək mi qalmısan və yaxud da ki, hansısa bir qərar verməlisən, amma məsuliyyət də sənin üzərindədir, qərar da sənin üzərindədir və kartlar deyir ki, doğru yoldasan. Sən xəyal qurmusan və bu xəyalının arxasınca getməlisən. Bir şeyi istəyirsən, nəyisə istəyirsən, konkret bir məqsədin var, konkret bir hədəfin var və kartlar sənə bir məsləhət görür. Gündəlik olaraq hər gün bu xəyalı, bu hədəfini özünə canlandır. Nə üçün bu addımı attığını canlandır. Bunun nəticəsində nə olacağını özünə canlandır. Çünki doğru yoldasan və inan ki, sən bunu əldə edəcəksən. Özünə güvən. Bunu deyir. Nə gəlir həyatına? Kartlardan o. Arzun nədirsə həyata keçəcək. Onu demək istəyir sənə kartlar. Qurduğun xəyalın indidən senarisini yaz. Qurduğun xəyalın indidən o xəyalı həyata keçirdəndə, yenə deyirəm, bu sırf hədəflərinə aid olan bir açılımdır. Yəni, bir məqsədi olan, bir hədəfi olan bir insandır. Bunu izləyən, məsələn, işimdə yüksəliş istəyirəm, tutaq ki, filan işini qurmaq istəyirəm, tutaq ki, özümə nəyisə almaq istəyirəm, tutaq ki, nə hədəfin varsa, indidən bir etap onun senarisini yaz. Onu yaşayanda nələr hiss edəcəksən, necə olacaq onları yaz. Çünki burada kartların ümumi mesajı nədir? Allah sənin istəmədiyin və ya yaşamayacağın bir şeyi sənə xəyal etdirməz. Bir şeyi xəyal edirsənsə, demək ki, gələcəkdə artıq o sənindir və gələcəkdə artıq onu yaşayırsan. Bunu bilmək lazımdır. Ya tez bir vaxtda xəyalın gerçəkləşəcək. Tez bir vaxtda bu hədəfinə çatacaqsan. İri addımlarla, səbirlə, təmkinlə, belə deyim də, özünə güvənərək bunu addımla və bunu əldə edəcəksən. Uğur səninləndir, hədəfinə çatacaqsan. Aldım, qəbul edim, yaz, ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla. Amma bir şey də deyir ki, bu hədəfinə çatanda bir şeyi diqqət yetir. Alma-vermə dengəsini qoru. Alma-vermə dengəsi münasibətlərdədir, enerjidədir, hər nədirsə alma-vermə dengəsini qoruyaraq kiməsə haqsızlıq edib, daha çox alıb, daha az vermə və yaxud da ki, özünə haqsızlıq edib, daha çox verib, azına qənaətlənmə. Bunu da bildirmək istəyir ki, nə özünə haqsızlıq elə, nə kimsəyə haqsızlıq elə. Sırf ədalətlə öz hədəfinə çatacaqsan. Aldım, qəbul edim, yaz, ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.